Hansı cümlədə eyni anda həm müəyyən, həm də qeyri-müəyyən təsirli hala aid nümunə işlənməyib? A. Arayış almaq üçün idarəyə getmişdim. Qardaşımı da orada gördüm. Baxın, arayış sözü qeyri-müəyyən təsirli haldadır. Kimi gördüm? Qardaşımı müəyyən təsirli halda. A bəndini çıxırıq. B. Mahnını yazanda oxumaq üçün müğənni tapa bilməyəcəyini bilmirdi. Mahnını yazanda müəyyən təsirli hal, müğənni tapa bilməyəcəyini, nə tapa bilməyəcəyini müğənni, müəyyən və qeyri-müəyyən təsirli hala aid nümunə. Özümə bir köynək seçib pulunu ödəmək üçün kassaya yaxınlaşdım. Köynək qeyri-müəyyən təsirli hal, pulunu ödəmək müəyyən təsirli hal. Uşaq həkim görəndə qorxur, qollarını arxasında gizləməyə çalışırdı. Həkimi görəndə, həkim görəndə qeyri-müəyyən təsirli hal, qollarını gizləyirdi, müəyyən təsirli hal. Vəziyyəti belə görən qonşum yanıma gəlib başıma ağıl qoymaq istədi. Vəziyyəti müəyyən təsirli hal, ağıl qoymaq isə nədir? Frazeoloji birləşmə. Deməli, cavab olacaq Y variantı. Nöqtələrin yerinə hansı söz yazılsa, cümlədəki isim adlı halda işlənmiş olar. Gör bir nədən ötürü nöqtələr. Yəni, burada pul sözünü biz elə feillə işlətməliyik ki, adlı halda olsun. Yəni, kimi, nəyi, haranı sualına cavab verən feillər deyil də, digər feillərdən biz istifadə etməliyik ki, adlı halda olsun. Məsələn, gör bir nədən ötürü pul istəyir, nəyi, pulu istəyir. Bunu çevirə bilirik. Gör bir nədən ötürü pul qazanır. Qazanır, nəyi, pulu qazanır. Gör bir nədən ötürü pul verir. Verir, nəyi, pulu verir. Gör bir nədən ötürü pul qoyur. Qoyur, nəyi, pulu qoyur. Amma baxın, gör bir nədən ötürü pul xərclənir. Nəyi xərclənir? Nə xərclənir? Pul xərclənir. Yəni, bunu yazsaq ora, xərclənir sözünü yazsaq, burada pul sözü adlı halda işlənmiş olur. Cavab olur C variantı. Hansı cümlədə hal şəxsi qəbul etdiyinə görə son saytını itirən isim işlənib? A. Gözü kitabda, fikri isə telefondaydı. Gözü ilə fikri sözü mənsubiyyət şəkilli sözdür. Buradakı fikir sözünün kökü mənsubiyyətə görə itib. Oğlu öz seçimi ilə təəccübləndirdi. Onun oğlu mənsubiyyətə görə itilib. Əvvəlcə bu sətri silmək lazımdır. Silmək nəyi, sətiri, yəni burada təsirli hal şəxsi qəbul edib, hala görə itilib. Cavabımız C bəndi olacaq. Sinfi onun üçün sürpriz hazırlayıb. Onun sinfi mənsubiyyətdir. Alnı soyuq şüşəyə dəyəndə oyandı. Onun alnı mənsubiyyətdir. Cavabımız C bəndi. Cümlələrin birində çoxaltma dərəcəsində olan sifətin yazılışında səhvə yol verilib. Divardakı şəkillər tünd rəngli boya ilə çəkilmişdir. Sıxıntı yoxdur. Yəni burada səhv yazılan çoxaltma dərəcəli sifət yoxdur. Yanıma çatanda sürüşdü. Dümdüz yerə uzandı. Bu cümlədə də yəni, səhv yazılan çoxaltma dərəcəsində işlənmiş sifət yoxdur. Qapqara gözləri sevincdən par-par yanırdı. Bəli, qapqara bitişik yazılır. Bax, bu nümunədə çoxaltma dərəcəsində olan bu sifətin yazılışında səhvə yol verilib. Cavabımız olacaq C bəndi. Tünd göy köynək, qara şalvar geyinmişdi. Səhvlik yoxdur. O vaxt balaca uşaq idim, heç nə anlamırdım. Yenə səhvlik yoxdur. Cavab oldu C bəndi. Hansı cümlələrdə cömertlik sözünün qarşılığı işlənmişdir? Cömertlik sözü isimdir. İsminlə qarşılığı isim olacaq. Yəni, cömertlik, igidlik, qəhrəmanlıq, alicənablıq, əlaçıqlıq və s. Sizin alicənablığınızı heç zaman unutmayacağım. Alicənablıq ilə cömertlik qarşılıq kimi işlənə bilər. Mübariz elə qəhrəmanlıq etdi ki, burada qəhrəmanlıq etməkdir. Burada isim, burada feildir. Bunu çıxırıq. Yəni, 2 cavabımız olmayacaq. Əlaçıqlıq yaxşı şeydir. Amma sən bəzən həddi aşırsan, bəli, əlaçıqlıq cömertliklə qarşılıq təşkil edir. Bu torpaqlar igid oğullarına, ismətli qızlarına güvənir. Buradakılar da sifətdir. Olduğu üçün qarşılıq təşkil etməyəcək. Cavab olur 1 ilə 3 B variantı. Maraqlanmamaq mənasını verən frazeoloji birləşmə hansı cümlədə işlənmişdir? Axırı vaxtlar gənclər yaşlıların yolunu saxlamırlar. Burada yolunu saxlamaq, hörmət qoymaq mənasındadır, maraqlanmamaq mənasında deyil. İdarədə heç kim bizim xahişimizə məhəl qoymadı, bizim xahişimizə maraqlanmadı, yəni fikir vermədi. Cavab olacaq B variantı. Atamın bastırdığı ağacları kəsmək ürəyim gəlmir, o mənanı vermir. Səlim bu günə qədər heç kimin sözünü götürməyib, yəni heç kim tərəfindən danlanmayıb. Yəni, o mənada qərara gəldik ki, bir daha bu məsələni ağartmayaq, burada daha qərara gəlmək
maraqlanmaq mənasında işlənməyib. Cavabımız oldu B bəndi. Vahidlik sözünün fonetik xüsusiyyətlərinə aid düzgün fikir müəyyən edin. Əvvəlcə tələffüz şəklini yazaq. Vahidlik. Gördüyümüz kimi 3 hərfin yazılışında hərflə səsin yazılış deyiş fərqlidir. Bir dənə də said uzanır. Bizdən də düzgün fikir istəyir. Kar qarşılığı olmayan cingilti samit işlənmişdir. Burada bir dənə yazılışda L samitidir. O da tələffüzdə D samit olduğu üçün bu səhvdir. Yazılışı və tələffüz arasında 2 fərqli məqam yox, 3 fərqli məqam var. Samitlərdən biri öz qarşılığı kimi tələffüz olunur. Bəli, D samiti T kimi tələffüz olunur. Doğrudur. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Sayaq 1, 2, 1, 2, 3. Səhvdir bu. Çünki D, T kimi oldu. Hərflərlə səslərin kəmiyyəti arasında fərq var. Yazılış, deyiliş, kəmiyyət fərqi deyəndə ya səs düşümü olur, ya səs artımı olur. Onun heç biri baş verməyib. Cavab olur C bəndi. Hər üçü amonim olan sözdən ibarət cərgəni müəyyən edin. Sürət amonim deyil. Qala, külək, gül, külək amonim deyil. Fal, qat, nərgiz, nərgiz amonim deyil. Bəzən, bəzən bunlar amonim deyil. Dil, qoyun, yarı, hər üçü amonim olan söz budur. Cavabımız olacaq E variantı. Hansı cümlədə altından xətt çəkilmiş söz yəlik haldadır? A. Həyatı çətindir, üzündən isə təbəssüm əskik olunur, onun həyatı bu adlıq haldadır. Sahil görüləndə dənizçilər sevincdən qışqırdılar, adlıq haldadır sahil sözü. Həyətdə göyərti əkib ki, torpaq boş qalmasın, əkib nəyi, göyərtini təsirlik haldadır. Uşaqlar evə çatanda həyətdə səs-küy vardı, nə vardı, səs-küy vardı, adlıq haldadır. Bulaq suyu qonaqların hamısına xoşuna gəldi. Nə suyu, bulaq suyu, baxın, özündən sonra mütləq mənsubə şeysi tələb edən qeyri-müəyyən yəlik halda sözdür. Cavab olur Y bəndi. İsimlərdən birinə yalnız saitlə başlanan mənsubə şeysi artırdıqda kökdəki saitlərdən biri düşür. Yalnız mənsubiyyət. Qisim, eyib, xeyir, zehin. Bunların hamısında həm hal, həm mənsubiyyət düşür. Əyin isə o milli mənşəli sözlər sırasına daxil olan iki hecalı isimdir. Burada ancaq mənsubiyyət artıranda düşəcək. Cavab olur Y variantı. Molla çinar ağacında qazan açıb şam yandırmaqla nə demək istəyirdi? Yəni, qonşular mollaya nə demişlər? Demişlər ki, sən şəhərdə uzaqdan gələn işığın istisinə qızınmısan. Molla da onu demək istəyirdi ki, uzaqdan gələn işığın istisinə qızınmaq olmaz. Yəni, qazanı yuxarıda asıb, aşağıda şam yandırıb. Yəni, bu isinərmi? Əlbəttə ki, isinməz. Bunu demək istəyir ki, uzaqdan gələn işığın istisinə qızınmaq olmaz. Cavab olacaq A bəndi. Cədvəldəki yanlış fikirləri müəyyən edin. Molla və qonşularla bağlı bizə fikirlər verilib. Yəni, görə hansılar yanlışdır? Zarafatı özünə qarşı hörmətsizlik kimi qiymətləndirir. Yəni, mətndə belə bu haqda fikir bildirilməyib. Yəni, bu hörmətsizlik eləyir, yoxsa yox. Qonşulara qarşı onların işlətdiyi fəndə işlətdi. Əlbəttə ki, bəli, fırıldaq elədilər, bu da onu elədi, bu doğrudur. Qonşularla bağlı. Molla ilə şərt kəsməkdə əsas məqsədləri qonaqlar əldə etməkdir. Bəli, bu da doğrudur. Mollanın şəxsində din xadimlərinin ağılsız olduqlarını sübut etmək istəyirlər. Xeyr, belə bir şey yoxdur. Cavab 1-4 B bəndi. Mətnə görə demək olmaz. Qonşular ədavətləri olduğu üçün molladan intiqam almaq istəyirdilər. Xeyr, biz bunu mətnə görə deyə bilmərik. Çinar ağacı evə yaxın olduğu üçün molla yeməyi onun altına bişirir. Bunu da deyə bilmərik. Qonşular mollaya şəhər meydançasında onu nəzarət edəcəklərini deyirlər. Bəli, uzaqdan deyil, nəzarət eləyəcək. Bunu vurğulayırlar. Molla qonşular tərəfindən haqsızlığa uğradığı üçün sınaqdan çıxa bilmir. Bu da doğrudur. Cavab 1-2 D bəndi. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətndə təbliğ olunur, mətndə tənqid olunur. Mətndə təbliğ olunan nədir? Odur ki, ədalətli olmaqdır. Yəni, qonşular mollaya qarşı ədalətli olmalılar. Yəni, uzaqdan gələn bir işığın hissə necə qızınmaq olar? Ona görə də buradan ikini seçirik. Sağ tərəfdə də başqasını çətin vəziyyətdə qoymaqdan zövq almaq. Yenə qonşular mollanı, yəni uzaqdan gələn işığın hissinə qızınmısan deyə çətin vəziyyətdə qoyurlar. Cavab olacaq 2-3 Y bəndi. Mətndə qonşuların qarşılaşdığı vəziyyət oxucuya nəyi aşılayır və nəyi
çatdırır. Bu mətnin mesajı, əsas ideyası nədir? Qonşular mollanı çətin vəziyyətə salırlar qonaqlıq əldə eləmək üçün və güya onlar qonaqlığı qazanırlar ədalətlə. Amma əslində hiylə işlədirlər. Molla da onların hiləsinə nə edir? Özlərinin hiləsi kimi cavab verir. Yəni qonşular nə əkdilərsə onu biçdilər. Yəni burada nə əkərsən onu biçirsən mesajı çatdırılır, cavab olur A variantı. Mətndəki əsas fikri müəyyən edin. Burada verilən fikirlərdən A bəndi mətndəki əsas fikrə daha yaxındır. Hilə ilə qazanılan üstünlük istənilən nəticəni verməz. Qonşuların hilə ilə qazandıqları qonaqlıq arzusu demək ki, ürəklərində qalır. Cavab olur A bəndi. Hansı cümlələrdə mətndə altından xətt çəkilmiş ifadə ilə mənası eyni olan söz işlənmişdir? Qonaqlar vəzdə gəlirlər, həvəslənirlər, ruhlanırlar mənasında işlənib. Onun bu sözlərdən sonra səbrim daha da daraldı. Burada elə bir məna yoxdur. Gərayın tələbi olması xəbərindən hamımız ruhlandıq. Vəzdə gəldik, həvəsləndik, bunu götürə bilərik. 2 ilə başlayanları saxlayırsınız, digərlərini çıxırsınız. Nə baş versə də davam edəcəyimə söz verdim. Xeyr, burada yoxdur. Qarabağa gedə biləcəyi xəbərindən babam şövqləndi, həvəsləndi, ruha gəldi, ruhlandı və s. Cavab olacaq 2, 4, A bəndi. Molla özü haqqında bu düşüncədədir. Burada fikir verin. Qonaqlar deyir, qonşular deyir, molla bir şərtimiz var. Əgər yerinə yetirsən, biz sənə qonaqlıq verəcək və s. Molla soruşur, deyin görüm o necə şərtdir? Mənim əlimdən gəlməyən iş olmaz. Yəni molla hər işin öhdəsindən gələ biləcəyini düşünür. Ona da cavab olacaq. İstənilən hər işin öhdəsindən gələr fikrini molla öz haqqında düşüncəsidir. Cavab olur C bəndi. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin mənasını izah edin. Dilxor olub israr edirlər. Yəni israr etmək, təkid etmək, dediyindən dönməmək, dediyindən dönməmək. Sonra yaza bilərik ki, fikrinin üstündə durmaq, fikrinin üstündə durmaq və s. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətndə nöqtələrin yerinə məzmuna uyğun fikir yazın. Nöqtələr sonda verilib. Sonda məsələn, qonşular bundan əvvəl deyir, çinarın başında qazan asmısan, dibində də şam yandırmısan. Şam da qazanı qaynadarmı? Molla da gülüb nə deyir? Burada yuxarıda nə deyirlər? Deyirlər, molla bu olmadan şərti yenə yetirə bilməsən, sən kənardan gələn işıqda qızınmısan. Yəni buna görə molla onlara nə deməlidir? Yəni, indi anladınızmı ki, uzaqdan gələn işıqla qızınmaq olmaz kimi fikirlər yazmalıyıq. Düzdür? Yəni buraya yaza bilərik ki, indi anladınızmı ki, uzaqdan gələn işıqla qızınmaq olmaz. Bax, buna uyğun fikirlər yaza bilərik. Məsəl üçün, siz də mən başqa bir fikir yazıram bura. Siz də mənə uzaqdan görünən işıqla qızındığımı demişdiniz. Buna uyğun fikir yaza bilərik. Və yaxud da deyə bilər ki, molla deyə bilər ki, mən uzaqdan gələn işığın təsirlə qızınmışamsa, yemək də uzaqda olan şamın işığı ilə qızına bilər və s. və s. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə görə cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətnə görə bilinir, mətnə görə bilinmir. Şirin su mirvarilərinin əsas istehsalçısı və mətndə bu bilinir ki, Çindir. Düzdür, Çindən sonra da fərqli ölkələr yetişir. Bax, deyir, şirin sularda yetişirilən mirvarilərin böyük bir hissəsi Çinin payına düşür. Amma eyni zamanda Şotlandiya, Almaniya, Rusiya və Şimali Amerika ölkələrində də yetişdirilir. Yəni, biz bunu mətnə görə bilirik. Əsas istehsalçısı Çindir. Bir ilə başlayanları saxlayırsınız.
digərlərini çıxırıq. Dünyanın ən bahalı mirvarisinin qiyməti, dünyanın ən bahalı mirvarinin qiymətindən söhbət getmir. Yəni, ən qədim mirvardan söhbət gedir, amma ən bahalı mirvardan söhbət getmir. 2 olan bəndləri çıxırıq. Gəlin görək, mətnə görə bilinməyən nədir? Dəniz mirvarilərin yetişdirildiyi ərazi, bir də mirvarinin dünya iqtisadiyyatına təsiri. Dəniz mirvarilərin yetişdirdiyi ərazilər də var. Qırmızı dənizin və Fars körfəzinin sakit lagunlarında yetişdirilir və Yaponiyada, Şri-Lankada olur. Bunu da bilirik. Üçü də çıxırıq. Mirvarinin dünya iqtisadiyyatına təsiri, bu da bilinmir. Cavab olacaq 1-4 Y variantı. Aşağıdakılardan hansı mətndəki məlumatla uyğunsuzluq təşkil eləyir? Gəlin görək, söhbət nədən gedir? A bəndi. Mirvari yaratma qabiliyyəti canlılar arasında ancaq şirin su midyası və dəniz molluskusuna aid edilir. Bu doğrudur. Mətndə öz əksini tapıb. İnsan müdaxiləsi ilə süni şəkildə mirvari yaratmaq mümkündür və bu zaman qıcıqlandırıcı maddə molluskun içində yerləşdirilir. Doğrudur. Sədəf maddəsi mollusk tərəfindən yad cisim izolyasiya etmək məqsədi ilə ifraz olunur və onun layla yığılaraq mirvari yaradır. Doğrudur. Təbii mirvari əldə etmək üçün yüzlərlə mollusk məhv edilməlidir. Çünki təbii proses təsadüf nəticəsində baş verə olduqca nadirdir. Bu da doğrudur. Mirvari əsasən bir neçə ay ərzində yaranır və bu müddət molluskun orqanizmindən asılı olaraq dəyişir. Xeyr, bu səhvdir. Niyə? Çünki mirvari mətndə vurğulanır ki, 2 ildən 7 ilə qədər nədir? Bu proses davam eləyə bilir. Ona görə də burada, baxın, burada deyir ki, mirvarinin təşəkkül tapma prosesi adətən 2 ildən 7 ilə qədər çəkir. Burada bir neçə ay ərzində olmur. Ona görə də cavabımız olacaq Y variantı. Biri təbii mirvarinin əmələ gəlmə prosesinin mərhələsi hesab edilə bilməz. A. Mollusk yad cismi təhlükə kimi qəbul edir və onu xaric edə bilmir. B. Yad cisim, qum dənəsi, parazit və s. molluskun bədəninə daxil edilir. Yadda saxlayın. Bədəninə daxil edilmə bu süni mirvarinin əmələ gəlmə prosesidir. Çünki təbii prosesdə bu təbii baş verən şeydən daxil edilmir. Daxil olmağa çalışır, yəni. Belə deyək ki, bu proses süni proses olduğunu cavab olacaq B variantı. Mətnə əsasən düzgün bəndi müəyyən edin. Cümlələr arasında məntiqi arıcılığı pozan cümlə, həmin cümlə əslində işlənməlidir. Baxın, son cümləyə fikir verin. Bu məqsədlə insanlar əsasən digər ilbizin dərisinin bir hissəsindən istifadə edirlər. Bu cümlənin bu abzasda yeri yoxdur. Bu abzas bilsiz harada olmalıdır? Bu hissədə. Bundan ötürü insan özü ilbizə süni olaraq qıcıqlandırıcı daxil edir. Bu məqsədlə insanlar əsasən digər ilbizin dərisinin bir hissəsindən istifadə edirlər. Deməli, 5-ci abzasdakı cümlə getməli ara 3-cü abzasa. Cavab olacaq D variantı. Yəni 5-ci abzasda məntiqi arıcılıq pozan cümlə var. Əslində işləməlidir 3-cü abzasda. Biri mətndə tünd qara hərflərlə verilmiş ifadənin kontekstdəki mənasına uyğun deyil. Çəkisi təxminən 56 karat olan bu inci mirvari adasında hələ 16-cı əsrin ortalarında aşkar olunmuşdur. Meydana çıxmışdır, tapılmışdır, məlum olmuşdur, üzə çıxmışdır deyil, amma üstü açılmaq ifadəsini bundan əvəzləyə bilməli. Bu mənaya uyğun deyil. Cavab olacaq Y variantı. Mətnə görə yanlış fikri müəyyən edin. A. Mollusk sədəfi yad cisim neytrallaşdırmaq üçün ifraz edir. Doğrudur. Mirvari yaranması üçün insan müdaxiləsi vacibdir. Yanlış eləyər. Niyə? Çünki insan müdaxiləsi süni mirvariyə aiddir. Yəni buna aid deyil. Ona görə bax, qarşısında yanlış olduğu üçün bunu doğru qəbul edirsiniz. Burada yanlışı təsdiqləyir. Mollusk yad cisim bədəninə daxil olanda onu dərhal xaric edir, eləyə bilmir. Düzdür, ona görə də bu yanlış olduğu üçün bu da yanlışdır, doğru fikirdir. Şirin su mirvarları əsasən dənizdən ayrılmış göllərdə yetişdirilir. Doğrudur, yox, yanlış olmalıdır. Niyə? Fikir verin bura. Şirin sularda yetişdirilən mirvarların böyük bir hissəsi Çinin payına düşür. Dəniz mirvarları isə qırmızı dənizin Fars körfəzinin sakit lagunlarında, dənizdən ayrılmış göllərdə, yəni bu şirin suya yox, dəniz mirvarlarına aiddir. Cavab olacaq D bəndi. Yarım orqanik varlıqlar ifadəsi mirvarların hansı xüsusiyyətini işarə edir? Bax, burada qarşısında 4 yazılan cümləyə baxın. Bu yarım orqanik varlıqlar elə məhz yarımcanlı olduqları üçün nadir hallarda bir neçə yüz il ömür sürürlər. Deməli,
Yarım-orqanik varlıqlar ifadəsi mirvarilərin yarımcanlı olma xüsusiyyətini bildirməsidir. Cavab olur B variantı. Qarşısında rəqəm yazılmış hansı cümlədə bütün sözlər həqiqi mənada işlənmişdir? Məsələn, birinci qarşısında bir rəqəm yazılmış cümlədə rast gəlmə ifadəsi var. Məcazidir, həqiqi mənada deyil. Bir də dördüncü cümlədə qarşısında 4 rəqəm yazılmış. Ömür sürürlər məcazidir. 2 ilə 3-də məcazi mənada işlənmiş söz yoxdur. Hamısı həqiqi mənada işlənib. Sualın cavabı olur B variantı. Mətnə əsaslanaraq süni mirvari istehsalının hansı üstün cəhəti olduğunu yazın. Yəni, süni istehsal daha rahat prosesdir, təbii isə daha çətin prosesdir. Çünki burada vurğulayır, yəni bir təbii mirvari əldə etmək üçün təbii mirvarilər son zamanlar olsa nadir tapıntıya çevrilib, onlara rast gəlmək demək ki, mümkün deyil. Bir qiymətli mirvari tapmaq üçün gərək yüzlərlə mollusk öldürəsən, bunu etməmək üçün insan və s. Deməli, burada proses nədir? Məsələn, süni mirvari daha tez tapıla bilir. Məsələn, süni mirvari daha tez tapıla bilir. Bunu qeyd edə bilərik. Asan tapılma var. Sonra məsələn, ətraf mühitə zərər verilmir. Ətraf mühitə zərər verilmir. Yəni, burada vurğulayır 10 minlərlə, yəni gərək yüzlərlə mollusk öldürəsən, yəni yüzlərlə molluskun öldürülməsinə ehtiyac qalmır. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnin məzmununa əsasən fikirlərdən yalnız birini seçib seçimimizi əsaslandırın. İnsan təbiətin dostudur, insan təbiətin düşmənidir. Yaxın, mətnə görə burada fikir verin. Bax, bu 3-cü abzasda baxın. Təbii mirvarilər son zamanlar olduqca nadir tapıntıya çevrilib, onlara rast gəlmək demək ki, mümkün deyil. Bir qiymətli mirvari tapmaq üçün gərək yüzlərlə mollusk öldürəsən. Bunu etməmək üçün insanlar süni şəkildə mirvari yetişməyi üstün tuturlar. Buradan biz belə nəticə gələ bilir ki, insanlar təbiətin dostudur. Bu fikri seçirik və qeyd edirik ki, insanlar təbii mirvarinin əldə olunmasını çətin və zərərli hesab etdiklərindən süni mirvarilər yetişdirirlər və s. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərik.